Belə deyək də, yəni son günlər doğrudan da Ermənistan siyasi proseslərin bir növ ön cərgəsində gedən dövlətə bənzəyir və bu səfərlər, indi hörmətli Anar bəy də qeyd elədi ki, Macarıstanın da Xarici İşlər Naziri Siyartının ora səfəri, İran Müdafiə Nazirinin ora səfəri. Siz bunlara biraz kompleks şəkildə baxmaq lazımdır. Rusiya Xarici İşlər Nazirinin İrəvana səfəri, eyni zamanda Cənubi Qafqazda bir vaxtlar sönmüş olan ocaqların yenidən yavaş-yavaş o alovlanmağa başlaması, bunlar hamısı böyük bir planın tərkib hissəsidir. Bilirsiniz, burada Ermənistan son vaxtlar ümumiyyətlə, yəni Avropa strukturlarına inteqrasiyasını bəyan eləyib və təmaslar daha çox Avropa qurumları ilə idi. Biz dəfələrlə... İdi sözün adına xüsusilə xət çəkirsiniz, dəyişirmi indi? Yox, dəyişməyib. Sadəcə burada Rusiyanın narahatçılığı var. Bilirsiniz, narahatçılıq da ondan ibarətdir ki, əgər Azərbaycanla Ermənistan arasında sülh razılaşması imzalanacaqsa, deməli bu artıq növbəti mərhələdə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb yox, belə deyək də, onun meydanı tərk etməsi anlamına gələcək. Mən üzr istəyirəm, istənilən formada sülh müqaviləsi, yoxsa Rusiyanın nəzarətindəki sülh müqaviləsini istisna edirik? Anar bəy, burada Rusiya çalışır ki, prosesi uzatsın və ona uyğun olan şərtlər altında öz... Təşəkkür edirəm, bax bunu bilmək istəyirəm. Bəli, öz şərtləri daxilində, yəni müəyyən nəticə olsun. Amma indiki halda Rusiyanı qane eləmir. Yəni Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar, birbaşa razılaşmalar, artıq sülh müqaviləsinin demək olar ki, əksər bəndləri, 17 müddətdən ibarət bəndlərin də razılaşdırılması, əlbəttə ki, bu Rusiyanın iradəsindən kənar baş verib. Ona görə də çox narahatdılar və son vaxtlar, əgər siz diqqət yetirmişsinizsə, artıq bütün bu proseslərdə aktiv rol oynayan Paşinyanın bir növ əvəzlənməsi istiqamətində müəyyən işartıları biz görürük. Əvəzlənməsi istiqamətində işartılar da ondan ibarətdir ki, birdən-birə Kaçaryanın dirilməsi... Onlar real axı alternativlər deyil, Üzeyir bəy. Bu da bugünkü gün üçün Rusiyanın istifadə edə biləcəyi bir variantlardan biridir. Yəni son günlər separatçılarla bağlı məsələnin gündəmə gəlməsi, Kaçaryanın Moskvada peyda olunması, düzdür onun artıq yeni təyin olunmuş Kiriyenka ilə, yəni kuratorla deyil, yəni digər rəsmilərlə görüşməsi... Ola bilsin, elə şeylər var ki, bizi mətbuata o bildirilmir və ictimailəşdirilmir. Yəni, Rusiyanın çox böyük narahatçılığı var bugün Ermənistanda olan vəziyyətdən dolayı. Baxın, nə ehtiyac var idi ki, Rusiya Xarici İşlər Nazirinin Ermənistanda verdiyi o açıqlamalara ki, biz Qarabağın statusu ilə bağlı məsələni gələcəyə keçirməyi təklif eləmişdik. Birdən-birə gözləmədiyimiz halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bizim silahlarımızla siz həmin o əraziləri nəzarətə götürürsünüz. 7 rayonu, bax bunu xüsusi qeyd etmək lazım. Həmin əraziləri 7 rayonu. Yəni Qarabağı demir, fikir verirsiniz, orada çox əhəmiyyətli məsələ var. 7 rayonu deyir. Yəni, bilirsiniz, Çənay xanım, ona görə də, baxın, neçəsini mən sadaladım. Ona görə son vaxtlar indi İran Müdafiə Nazirinin səfəri elə bir vaxtda təsadüf elədi ki, bilirsiniz, Azərbaycan Müdafiə Naziri də İsraildə səfərdə idi. Zakir Həsənovun İsrailli həmkarı ilə görüşü, bəzi məsələlərin müzakirəsi biz zaman-zaman görmüşük. Bəzən, bilirsiniz, biruzə verməsələr də, amma bəzi hallarda öz addımları ilə haradasa incirliklərini, biraz narazılıqlarını dilə gətirir. Amma eyni zamanda bilirsiniz, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan-İran Araz 2025 hərbi təlimləri keçirildi və ayın 21-də də o təlimlər çox belə yüksək səviyyədə... Səfirliyimizə hücum edən şəxsin edam xəbərinin verilməsi. Yasin Hüseynzadənin edam olunması artıq neçə vaxt idi ki, həm mərhum Orxan Əskərovun valideynləri narahat idi. Yəni bizim şəhid olan səfirliyimizin mühafizə xidmətinin rəisinin ailəsi, atası, anası. Bir sözlə yenə də demək istəyirəm ki, Cənubi Qafqaz yenə də, necə deyərlər, gündəmə gətirilir. Cənubi Qafqazda bəzi proseslərə
belə deyək də, sürət qatırlar, yəni sürətləndirmək istəyirlər. Əlbəttə ki, bu indiki halda bizim narahatçılığımız yoxdur. O nöqtəyə nəzərdən sadəcə olaraq yenə də prosesləri tormozlamaq istəyirlər. Yəni Azərbaycanla Ermənistan arasında müəyyən yaxınlaşmanı hiss edən kimi bu prosesə bir növ dur deməyə çalışırlar özdə müxtəlif yollarla, özdə müxtəlif vasitələrlə. İndi baxın, sabah Ukraynanın Xarici İşlər Naziri Sigibanın Azərbaycana səfəri başlayır. Yəni 2 günlük səfər olacaq. Bundan sonra da hələ bizi istəməyən, hələ bizim bəzi belə deyək də yaxınlıqda və uzaqlıqda olan qonşularımız bundan sözsüz ki, artıq əndişə başlayır və müəyyən narahatçılıqlarını dilə gətirməyə başlayacaqlar. O nöqtəyə nəzərdən mən hesab eləyirəm ki, Cənubi Qafqazı yenidən öz təsir dairəsinə qaytarmaq üçün elə konkret deyək. Yəni burada gizlədiləsi bir şey yoxdur. Həm Fransanın mübarizəsi yenə də güclənib, həm də Rusiyanın bəzi hərəkətləri bunu deməyə əsas verir ki, biz qarşıdakı dönəmdə də bəzi proseslərə hazır olmalıyıq.